Səudiyyə Ərəbistanı və İran İslam Respublikası arasında yaranmış münaqişəli vəziyyət ilk baxışda bir qiblənin bölüşdürülə bilinməməsi məqamına gələ bilər. Amma məsələ qiblədən daha uzaqdır. Riyad və Tehran dalaşır. Bəs bundan sevinən kimdir və baş verənlər kimin əlinə işləyir? Olanlara İranın və Ərəbistanın gözü ilə baxsaq, sevinənlərin tutaq ki, İsrail kimi dövlətlər olduğu, udan tərəfin qərb olduğu görünür. İndi isə daha dərin nüfuz eləməyə çalışaq. Niyə bu hadisə indi baş verdi? Neftin kəlməəllah olduğu bir zamanda, İranın neft bazarına girində. Niyə 2014-cü ildə verilmiş edam qərarını bir ildən artıq vaxt keçəndən sonra icra eləmək lazım idi? Bu qədər gözləyən, biraz da gözləyə bilməzdi. Niyə Ərəbistan İranın şiə məzhəbinə olan həssas münasibətindən xəbərdar ola belə nümayişkaranə bir addım atdı? Sizə elə gəlmirmi, beynəlxalq münasibətlər səmasında növbəti təyyarə vurulub və bu dəfə də axtarsaq, təthiyi kimin basdığı müəmmalara qərq olacaq? Deyəsən, sualın cavabı bəllidir axı. Mollanın sözü olmasın və Molla deyəndə mən İrandakı rejimi nəzərdə tutmuram. Dava yorğan davasıdır. Bu saat izah edeyim. Dünyada qütbləşmə gedir və bu mənada İran və Rusiya artıq bir düşərgədədir.